Cruises.az-ın dəyərli dostları, müştərilər, MSC Splendida gəmisi 5032 nömrəli pəncərəli otaq, pəncərəli kayuta, içəriyə daxil olur olmaz yenə də işıqla bizi qarşılayır. Deməli, bütün gəmi otaqlarında olduğu kimi gəminin arxasında təhlükə anında toplaşma yeri, xilas edici jiletlər, gardırop, seyf, asılganlar. Deməli, otağa təkrar daxil olan kimi geniş bir pəncərəli otaq qarşılayır bizi. Bu şekilde 2 nəfərin otura bilməyi üçün kreslolar, yine mini bar, televizor ve pəncərəli. Bildiğiniz gibi bu pəncərələr açılan pəncərə değil. Ve bu otaqda görüntü itibariyle 2 nəfərlik normal çarpayı var. Ama aslında bu otaq 4 nəfərlikdir. Bu necə olur? Eğer yukarı hissəyə diqqət edirsinizsə, bu bir yataqdır. Ve bu da həmçinin. Yani aşağı inerek buradan endiklerinde bu bir yatak formasını alır, bir pilləkən olur və pilləkənlə ikinci mərtəbəyə belə deyək çıxıb orada yata bilir. 4 nəfərliklərdə. Ona görə də bu otağı 2 nəfər yox, toplam 4 nəfər olaraq nəzərə ala bilərik. 4 nəfər üçün genişdir. Genişdir. Çox otellərdəki kimi belə 40-50 kvadrat deyil. Gəmilərin olsun ümumiyyətlə mümkün mərtəbə kompakt olmağa çalışırlar. Çünki o otaqlarda zaman zaman çox az vaxt keçirilir. İstər şəhərlər, istər gəminin özündəki əyləncələr, kifayətlər çox olur. Bax belə.